Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, təsəvvür edirsiniz, Məleykə Abbaszadə mənim abituriyent olduğum dönəmdən bu DİM-in sədridir, onda TQDK idi. Həmin, bax, bu Məleykə xanım Baku TV-yə müsahibə verib, deyib ki, bilikli müəllimlərimiz çatışmır. DİM sədri abituriyentləri mütləq repetitor yanında imtahana hazırlaşmağa səsləyənlərdən bəhs edib, bildirib ki, şagirdin uğurlu olması bilavasitə onun özündən asılıdır. Baxın, indi sizə bir dənə maraqlı bir nüans deyəcəm. Bunu yəqin eşitmişsiniz, bəziləriniz ilk dəfə eşidəcəksiniz. Dünyanın heç bir ölkəsində, istəyirsiniz qardaş Türkiyədən danışın, istəyirsiniz qonşu Rusiyadan danışın, dünyanın heç bir ölkəsində ali məktəbə qəbul proseduru bu qədər çətin deyil. Hətta nümunə götürdüyünüz Türkiyənin ali məktəblərinin tibb fakültəsinə, indi bu yaxşıdır, pisdir, o başqa mövzudur. Atestatla orta təhsil haqqında şəhadətnamə ilə gedib sən tibb universitetinə daxil olursan. Sual olunur ki, bu necə baş verə bilər? Burada məsələ belədir, deyir, səni qəbul edirəm. Amma oxumaq mövzusu ki var, bu artıq başqa məsələdir. Sən bu universiteti 5 ilə də bitirərsən, 10 ilə də və yaxud da yarımçıqda qalarsan. Amma bizdə universitetə qəbul olmaq düzdür, çətindir. Amma sizi inandırıram ki, 6-7 illik tibb təhsilinin sonunda bir resept yazmaq bacarığında olmayan adamlar da tibb universitetini bitirir. Nəticə olaraq budur ki, yəni sən 600-700 bal yığ gəl, sonrası yəni boş şey. Nə qədər, məsələn, başqa dövlətlərdə 100 abituriyent çevrilir tələbiyə, onun yekunda 40-ı olur məzun. Bizdə 100 nəfər qəbul olur, onun 99-u bitirir. Bax, fərqimiz budur. Sən yüksək balla qəbul ola bilərsən. Mən o qədər adamlar tanıyıram, görmüşəm ki, və yaxud da özünüz də şahid olmuşsunuz. 650 balla qəbul olub, 3-cü kursda 5 dənə kəsiri var. Səbəb, çünki adam o 650 balın arxasında o qədər yatıb, müəllimlər də deyib 650 bal yox falan. Nəticə etibarilə, belə deyək, olub bir kütbeyin bir adam. Amma adam da var ki, orta təhsil ala bilməyib də ailəsinin maddi durumundan, nədən, hər hansı səbəbdən. Bunun başqa bir tərəfində sizə deyim. Burada digər önəmli nüans nədir? Düzdür, təəccüblənirəm ki, 62 nəfər belə bir söhbətə qulaq asır, açılır. Mənim üçün çox təəccüblüdür, amma deyim. Hər il Azərbaycandan 100 minlərdən, bəlkə milyonlarla vəsait çıxır, xüsusən Türkiyə-Rusiya ali məktəblərinə. Orada kirayə tuturlar, ora pul xərclilər, yemək xərci, avtobus xərci, kirayə xərci, o, bu, təhsil haqqı və s. Yəni, bizim özümüzdə də əgər madam ki, bu adam atestatla gedib Türkiyədə oxuyur, gəlir, sonra hansısa yollarla bunu təsdiqlədir, nə isə təsdiqlənməyənlər də var. Gəlir, bunu qanuniləşdirin, bu ölkəmizdə də belə şeylər yaradında. Yəni, bu Azərbaycanda da yaranmalıdır. Müəllim zəifdir, o güclüdür, bu belədir. Məleykə Sadova artıq 3-cü, 4-cü təhsil nazirini yola salır da, belə deyək. Misir Mərdanov, Mikayıl Cabbarov, Ceyhun Bayramov, bu artıq 4-cü. Yəni, sözümün canı, o deyir, məğzi budur ki, yəni, madam ki, biz buradan uşaqlar, yəni bizim qanunvericiliyi icazə vermir də, məsələn, sən sabah övladını atestatla Türkiyə universitetə qoyursansa, Azərbaycan qanunvericiliyində belə bir şey yoxdur ki, yox, olmaz. Qardaş, bu başqa yerdə gedib pulu xərclədiyinə, bu universitet aç Gəncədə, Lənkəranda, Qubada, yəni regional mərkəzlərimiz var da bizim. Ki, bu regional mərkəzlər, belə deyək, hər bölgənin lider bir rayonu var, ya şəhəri var. Məsələn, Qərb bölgəsinin lideri Gəncə şəhəridir, Cənubda Lənkərandır, Şimalda Qubadır və s. Məsələn, Şimal-Qərb bölgəmizin lider rayonu Şəkidir. Bunun hərəsində bir dənəsini yarat, bu pullar da axmasın da xaricə. Valideyn də gedib orada filan qiymətə kirayə tutunca, geçsin Şəkidən 200 manata kirayə tutsun. Yəni, bunu eləməyə xüsusi bir təhsil lazımdır ki, yəni fövqəladə bir ağıl lazımdır. Bunu eləməyə iki dənə şey lazımdır ki, istək, bir də vicdan. Çünki mən çox yaxşı bilirəm ki, bir çox xaricdə oxuyub gəlmiş tələbələrin diplomlarının burada təsdiqlənməsi kimlərəsə sərf eləyir. Hansısa pulların müqabilində bu baş verir. Bu aydındır.
bu əldən çıxmasın deyə. Qardaş, bizim bu adam attestatla gedir Türkiyədə oxuyur, gəlir, sonra da adamın üstünə belə yaxasını cırır ki, mən Türkiyədə oxumuşum. Belə onu burada yarat, burada oxusun da var.